UPS-imiz oldu 3 cür. Online UPS, offline UPS, bir də line interaktiv UPS-lər. Hal-hazırda lövhədə görürük hansı online UPS. Online UPS-dən offline və line interaktiv arasındakı fərq nədir? Görürük burada sadəcə giriş xətti gedir bypassa, bypassdan lazım olarsa bypass xətti qoşulur və çıxış ötürülür. Burada isə görürük ki, düzləndirici həm akkumulyatora gedir, həm də çeviriciyə gedir. Nə üçün? Akkumulyatora düzləndirici gedir ki, qidalandırsın deyə, akkumulyatora qidalandırsın deyə. Akkumulyatordan çevirici gedirsə, sabiti dəyişənə çevirsin, ötürsün işlədicilərə. Çünki bizim işlədicilərimiz nə ilə işləyir? Hamısı AC ilə işləyir, dəyişənlə işləyir. Və burada görürsünüz ki, həm akkumulyatora gedir, həm də düzləndiriciyə gedir. Səbəbi nədir? Ola bilər ki, akkumulyatorda hər hansı bir problem olsun və yaxud akkumulyator işləməsin. Bu vaxtı düzləndiricidən çeviriciyə ötürüləcək birbaşa.